Geçenlerde bir izleyici soruşurdu ki, halüsinasiya eşidən insanlarda bu halüsinasiyalar nə deyir? İnsanlara elə gəlir ki, halüsinasiyalar çox dünyanın sirrini onlara açıqlayır və yaxud da ki, çox mənalı şeylər deyir. Bu biraz daha bəlkə də şeydən qaynaqlanır. Peyğəmbərimizə də vəhiylər ona səslər şəklində gəldiyi üçün sanki halüsinasiyalarda möcüzəvi bir şey varmış kimi gəlir, amma halüsinasiyalar əslində çox xüsusi bir mövzusu olmur. Çox vaxt adını çağırma şəklində olur. Bəzən onun davranışlarını tənqid eləmə, təhlil eləmə kimi olur. Bəzən bir neçə səs eşidilir, o səslər öz aralarında danışırlar, xəstə haqqında danışırlar. Xəstəni bəzən tənqid edə bilərlər, bəzən onu tərifləyə bilərlər. Bəzən nəsə əmr verən halüsinasiyalar da ola bilər ki, get belə elə və yaxud da ki, sən yaşamağa layiq deyilsən, get özünü öldür, get özünü as kimi. Və yaxud da biri haqqında şübhə yaranıbsa, paranoya yaranıbsa, o şəxs haqqında nələrsə eləməyini əmr edə bilər. Bunun kimi fərqli mövzularda halüsinasiyalar ola bilir. Halüsinasiyaların müddəti də çox fərqlidir. Bəzi insanlarda günün bütün saatlarında halüsinasiya sürekli var və şəxs çölə çıxanda insanlardan gizlətmək üçün ona cavab vermir, amma evdə tək qaldığında artıq dodaqaltı danışaraq onlara cavab qaytarır, onlarla müzakirə edir, mübahisəyə girir. Bu şəkillərdə şizofreniya xəstələrində halüsinasiyaları görə bilirik.